8 aydır ki kanala video atmamağıma baxmayaraq, günün birində bir izləyici mail vasitəsilə mənimlə əlaqə saxladı. Yazmış olduğu mail daxilində məndən bir video istəyinin olduğunu qeyd etmişdi. 2006-2010-cu illərdə Azərbaycanda kompüter anlayışının yeni yayıldığı vaxtlarda Milyarder ya da Miyoqraf adında milli intellektual bir oyun var idi. İzləyicim isə məndən həmin oyunun qurucusu ilə bağlı araşdırma aparmağımı və video hazırlamağımı istəmişdi. Bununla yanaşı həmin oyunun linkini də göndərmişdi, amma link işləmirdi. Daha sonra onunla əlaqə saxlayıb oyun haqqında nə bildiklərini, nə xatırladığını və ən əsası bunun ona niyə bu qədər xüsusi və fərqli hiss etdirdiyini soruşdum. O isə oyunla bağlı bir çox şey dedi. Oyunun birinci versiyası 2004-2006-cı illərdə işıq üzü görmüşdü. O vaxtlar suallar kifayət qədər az idi. Lakin 2006-cı ildə təqdim olunan ikinci versiyada sualların sayı artıq 1500-ə qədər çatmışdı. Oyun vaxtilə əsasən də Mingəçevirdə inanılmaz dərəcədə populyar idi. Dövrünə görə dizaynı və sualları ilə insanı özünə cəlb edən çox maraqlı bir layihə idi. İzləyicimin verdiyi bunlarca məlumatdan sonra başa düşdüm ki, layihə ölkə miqyasında çox yüksək səs salmasa belə dövrünə görə uğurlu və maraqlı olub. Yaxşı, bəs mən ölkəmizdə bunun kimi bir çox uğurlu olan, lakin daha sonra isə fəaliyyəti dayanan və ya zəifləyən layihələrdən biri Miyoqrafın necə yarandığını və kim tərəfindən hazırlandığını necə tapdım? Video keçid etməzdən öncə bildirmək istəyirəm ki, uzun bir müddətdir ki, kanala video hazırlamaq şansım olmadı. Bu səbəbi isə təbii olaraq kanalın aktivliyinə və statistikasına mənfi təsir etdi. Ona görə əgər videonu bəyənib kanala abunə olsanız, həm məni sevindirərsiniz, həm də bu yolda olan inkişafıma dəstək olarsınız. Hər birinizə indidən təşəkkürlər. Əvvəlcə araşdırmaya həmişə etdiyim kimi ən sadə yol ilə başladım. İzləyicimin verdiyi link işləmədiyi üçün saytın və oyunun internet üzərində ola biləcəyi bütün mənbələrini tapmağa çalışdım. Miyoqraf yazaraq etdiyim axtarış üzərinə qarşıma o qədər də çox sayt çıxmadı. Ancaq bir dənəsi kifayət qədər mənə kömək oldu. odp.org ilə başlayan sayta daxil olduğum zaman qarşıma həmin 2006-2010-cu illərdə Azərbaycanda olan əksəriyyəti flash formatlı oyun saytlarının siyahısı çıxdı. Əgər uşaqlığınız kompüter oynayaraq keçməyibsə, flash oyunlar 2000-ci illərin əvvəllərindən 2010-cu illərin ortalarına qədər internet dünyasına damğa vurmuş, kompüter yükləmədən birbaşa internet üzərindən oynanılan kiçik ölçülü və sadə oyunlar idi. Miyoqraf və ya Milyarder adlanan bu oyunda məhz bu formatda yığılmışdı. Texnologiyanın zamanla dəyişməsi ilə flash texnologiyası o qədər də yaxşı işləmirdi. Bu səbəblə Adobe şirkəti 2020-ci ilin sonunda flash playerə verdiyi dəstəyi rəsmi olaraq tamamilə dayandırdı və brauzerlər artıq bu oyunları açmamağa başladı. Bu saytların bəziləri hər nə qədər işləsə belə bir o qədər kömək olmadı. Ancaq xoşbəxtlikdən web arşiv üzərindən həmin işləməyən saytların arxiv görüntülərinə baxmaq olurdu. Buna görə bu siyahıdakı bütün saytları bir-bir web arşiv üzərindən axtardım. Siyahıda olan oyunlar.az adlı sayt tam olaraq məni istədiyim nöqtəyə gətirməyə bacardı. Oyunlar qismində Miyoqraf ilə əlaqəli bir çox şey yer alırdı. Əvvəlcə Miyoqraf adlı sayta daxil oldum və haqqında bölməsi ilə qarşılaşdım. Qısaca, Miyoqraf Azərbaycan dilində hazırlanmış virtual intellektual oyun olduğunu, mövcud kateqoriyalar altında minə yaxın sualın internetdən, jurnallardan, kitab və intellektual klublardan toplanılaraq oyuna yerləşdirildiyini deyirdi. Ancaq daha da önəmlisi, aşağı hissədə layihə rəhbərinin Emin Novruzov adlı bir şəxsin olduğu qeyd edilmişdi. Bu hissəyə qayıdacağam, amma ondan əvvəl tapdığımız oyunlar.az saytında yerləşən Milyarder oyununa daxil oldum. Burada artıq oyun ilə bağlı bir çox şey görmək olardı. Oyunçuların xal sayısını, onların sıralamada müvafiq yerlərini və hətta onların yaşadığı bölgələri belə. Bura baxdıqda görmək olar ki, oyun Mingəçevirlə yanaşı Bakı və daha digər bir çox bölgədən oynanılırmış. Oyuna sual göndərməyinizdən top 25 sırasına daxil olmağa qədər bir çox funksiya var idi. Yaxşı, bəs daha sonra o oyuna nə oldu? Layihə rəhbəri bu layihəni niyə dayandırdı? Bu sualların cavabını tapmaq üçün Emin Novruzov adı ilə bağlı daha çox məlumat əldə etmək məqsədi ilə Milyarder oyununa göz gəzdirdim. Əlaqə hissəsində hər hansı bir mail adresi, telefon nömrəsi yer almırdı. Ancaq daha sonra həmin sayt ilə əlaqəli daha başqa bir sayt tapdım. Bu sayt vasitəsilə Miyoqraf və ya Milyarder adlı bu layihələrin Asqraf studiyası tərəfindən yaradıldığını və 2003-cü ildən fəaliyyət göstərdiyini öyrəndim. Yaratmış olduqları Milyarder adlı bu oyun 2007-ci ildə Neti Azərbaycan Milli İnternet mükafatına layiq görülmüşdü. Onunla yanaşı saytın haqqında bölməsində artıq həm layihə rəhbəri, həm də oyunun qurulması ilə bağlı bir çox məlumat görürük. Milyarder intellektual oyunu təxminən bir aya yaxın zaman ərzində sıfırdan proqramlaşdırılmış bir layihədir. Layihənin hazırlanmasında məntiq, ideya və dizayn qrup şəklində deyil, şəxsi hazırlanmışdır və layihə rəhbəri Emin Novruzova gəldikdə isə 8 sentyabr 1986-cı ildə Ağdam rayon Seyidli kəndində anadan olub. 2003-cü ildə Mingəçevir Politexnik İnstitutuna daxil olduğu qeyd olunur. Oxuduğu ali təhsil
təhsil ocağında bir çox proqram və proqramlaşdırma dillərinin gəldiyini, şəxsi hazırlığı nəticəsində 3D Max, Photoshop, Macromedia Flash və sair kimi proqramları öyrəndiyini deyir. İlk intellektual oyun milyarderin offline versiyasını hazırladıqdan sonra ISP web proqramlaşdırma dilini öyrənərək oyunun onlayn versiyasını hazırlanmış. Bu versiya isə təxminən 2-3 aylıq zaman ərzində 4000-ə yaxın istifadəçi qazandığını deyirdi. Bəs hər şey bu qədər yaxşı getdikdən sonra nə oldu? Layihə nə üçün fəaliyyətini dayandırdı? Bu sualların cavabını almaq üçün məhz Emin Novruzov ilə əlaqə saxlamağı bacardım. Özüm və video haqqında biraz məlumat verdikdən sonra çox sağ olsun ki, sualımın cavabını tapdım. Əslində 2011-ə qədər davam etdi. Sonuncu versiya mobil versiya idi. O vaxtda mobil oyunlar olmayan dövrdə Nokia 63 falan çox istifadə edilirdi. Ondan sonra artıq iş həyatına keçdiyim üçün dayandırdım.